Salam əziz izləyicilərim, hər birinizi xoş gördük. Bugün sizinlə Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması hazırlayacağıq. Təzə üzüm yarpağı, bol göyərti və şirəli içliyi ilə hazırlanan bu resept süfrənizə xüsusi ləzzət qatacaq. Əgər siz də yarpaq dolmasını mənim hazırladığım üsulla sınamaq istəyirsinizsə, gəlin reseptə birlikdə başlayaq. İlk olaraq təzə üzüm yarpaqlarını yaxşıca yuduqdan sonra qaynar suda 2-3 dəqiqə saxlayıram ki, yumşalsın. Daha sonra süzgəcə yığıb artıq suyunun süzülməsini gözləyirəm. İndi isə içliyi hazırlayaq. İlk olaraq 300 qram yağlı çəkilmiş dana ətini qaba əlavə edirəm. Sonra istifadə edəcəyim yarım stəkan düyünü bir neçə dəfə yuyub nişastasını təmizləyirəm və yumşalması üçün suda saxlayıram. Bu müddətdə digər ərzaqları hazırlayıram. Bir ədəd orta boy baş soğanı xırda doğrayıb ətin üzərinə əlavə edirəm. Bir ədəd pomidorun da qabığını bıçaqla yüngülcə yumuşaldıb soyuram və xırda doğrayaraq içliyimizə əlavə edirəm. Daha sonra suda saxladığım düyünü suyunu süzüb içliyə əlavə edirəm. Mən düyünü əlavə edərkən əlimlə bir qədər əzirəm. Belə etdikdə dolma bişəndən sonra düyü dənələri çox iri görünmür və içlik daha zərif teksturalı alınır. İndi isə növbə göyərtilərdədir. Yarpaq dolmasına bol göyərti çox yaraşır. Mən keşniş, şüyüd, nanə və yaşıl reyhandan istifadə etdim. Hamısını xırda doğrayıb içliyə əlavə edirəm. Sonra 3 xörək qaşığı əridilmiş kərə yağı əlavə edirəm. Ədviyyatlardan isə zövqünüzə uyğun olaraq duz, qara istiot, pul biber, paprika və bir qədər sarı kök əlavə edirəm. Ət otu yarpaq dolmasına çox gözəl dad verdiyi üçün biraz da qurudulmuş ət otu əlavə edirəm. Ən sonda isə biraz limon suyu əlavə edirəm və bütün ərzaqları yaxşıca qarışdırıram. Beləliklə içliyimiz hazır olur. Ərzaqların dəqiq miqdarını açıqlama bölümündə qeyd edəcəm. Bəs sizin bölgələrdə yarpaq dolması necə hazırlanır? Fikirlərinizi şərhlərdə mənimlə paylaşmağı unutmayın. İndi isə yarpaqları bükməyə başlayaq. Yarpağın hamar tərəfini aşağı hissəyə yerləşdirirəm. İçlikdən yarpağın ortasına kifayət qədər əlavə edib, əvvəlcə alt hissəsini, sonra yanlarını qatlayıram. Səliqə ilə bükürəm. Dolmaları çox sıx bükməyə ehtiyac yoxdur. Çünki düyü bişdikdə bir qədər həcmi artacaq. Mən dolmaları gördüyünüz şəkildə uzunsov formada bükürəm. İstəsəniz yumru formada da bükə bilərsiniz. Dolmaları bu cür bükdükdən sonra üzərinə 2-3 ədəd limon dilimi əlavə edirəm və qalan yarpaqlardan da üzərinə düzürəm ki, bişdikdə üzəri çox qaralmasın.
Ocağa yerləşdirirəm və dolmaların səviyyəsinə gələcək qədər su əlavə edirəm. Dolmalar bişərkən açılmaması üçün üzərinə boşqab yerləşdirirəm. Qazanın qapağını bağlayıb əvvəlcə orta odda qaynamağa qoyuram. Qaynamağa başladıqdan sonra ocağın istiliyini azaldıb dolmaları zəif odda tam bişənə qədər bişirirəm. Artıq yarpaq dolmamız hazırdır. Onu isti halda süfrəyə verə bilərsiniz. Yanında sarımsaqlı qatıq və ya adi qatıqla təqdim etdikdə dadı daha da gözəl olur. Ümid edirəm ki, bu resepti siz də bəyənəcəksiniz. Əgər video xoşunuza gəldisə, bəyənməyi, kanalıma abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti reseptlərdə görüşənədək. Sağ olun, sağlıqla qalın.